Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 7 fevral 2026-cı il. 2025-ci ildən çıxa bilmirik hələ. Bugün dostlar, Türk qardaşımız Turan Levent'dən bağlamamızı aldıq. Bunun içində nədir? İndi sizə göstərəcəyim. Budur ki, Turan abi bağlamanızı aldım. İndi sizinlə bərabər bunu açacağıq. Bunu qoyaq bir tərəf. Deməli, burada nədir dostlar? Formiklərimiz. Demək, bunlar nədir dostlar? Yəni formik asid. Formik asid qarışqa turşusudur. İllərdir ki, biz arılarımızı organik turşularla varroa gənəsindən təmizləyirik dostlar. İndi bunu qabaqcadan deyirəm ki, fevral ayıdır. İndi gənclər, yeni başlayan arıçılar, bilməyənlər, qulaq asmırlar axıra kimi. İndi gedib qaçıb turşu alıb arılara istifadə etməsinlər. Biz bunları alırıq ki, mövsümə başlayanda, yəni yaz və payız aylarında istifadə edirik. Formik asid, yəni qarışqa turşusu çox təhlükəlidir insan orqanizmi üçün. Eynək, əlcək, maska vacibdir. Bunun açanda bütün bunlar insana lazımdır. Formik asid çox gözəl bir vasitədir varroa ilə mübarizədə, həmçinin akarapidoz ilə də. Yəni bizim elə ən çox dəbdə olan indi varroadır, varroa. Amma akarapidoz gənəsini heç kim xatırlatmır, heç kim demir. Yəni akarapidoz arılarda boğazda yerləşir akarapidoz gənəsi. Yəni o da varroa qədər təhlükəlidir. Arıları sıradan çıxardır dostlar. İndi bu formik asid akarapidozu da təmizləmiş olur arıların traxeyasında. Və arı biti ola bilir, yəni braola, arı biti. Ona da təsiri var. İndi də ölkəmizdə yayılmaqda olan Tropielapsos gənəsi, baxın, onun da düz əməlli başlı hələ də bir biologiyasını öyrənən olmayıb. Yenə də fərziyyələrdir. Amma deyilənlər indi doğrudur, yalandır. O bizə heç bir adiyyəti yoxdur. Biz arılarımızı sağlam yetişdirməyə məcburuq. Bu formik də həm də Tropielapsos gənəsini də məhv edəcək. Ona görə də qabaqcadan alırıq. Yəni hər bir şey əlimizin altında olsun. Baxın, indi deyəcəklər, mən bir reklam xatirinə yox, sadəcə bunun üstündə firmanın, şirkətin adı var, Akbel. Yəni tanınmış bir şirkətdir. Həm də ki, üzərindəki faizi yazıb, tarixi yazıb. Baxın, mənim istifadə etdiyim 85%'li formik asiddir dostlar. Bunun da ki, indi su qatırlar, neynirlər, bundan da işim yoxdur. Mənim ona baxdım da yoxdur. Mən elə bu cür, nə cür var, bu cürdə istifadə edirəm əziz dostlar. İndi bir qədər qoy məlumat çatdırım yenə də. Mənim istifadə etdiyim metod, yəni bütün kanallarımızda paylaşmışıq. Hər ildə paylaşıram istifadə edəndə. İstər YouTube, istər TikTok, istər Facebook, hər bir yerdə var. Yəni necə istifadə edirəm, onu paylaşıram. İndi kim 3 qram, 2 qram istifadə edir, onlarla da işim yoxdur. Hər kəs özü bilər dostlar. Yəni 2 qram, 3 qram formik qarışqa turşusunu istifadə etmək o gənəni təmizləməz.
ben istifadə etdiyim 15 qram, 20, 30 qram baxır ailəyə. Vəssalam, yaz və payız aylarında temperatur rejim 18, aşağı 18, yuxarı 27 dərəcəni aşmamaq şərti ilə istifadə edirəm dostlar. İndi bir də ki, salfet qoyuram. Nə üçün salfet qoyuram? Hər kanallarımızda paylaşmışam. Salfeti ona görə qoyuram ki, formik orada tədricən buxarlansın. 3-4 gün ərzində buxarlansın və orada çıxmış varroa sülfə daxilindən çıxmış varroanı öldürsün dostlar. Odur ki, indi kimin baxın, kim hardan alır özü bilər, kim nədən, kimdən alır özü bilər. Mən bu kişi ilə danışmışam, bu qardaşımızdan baxın göndərib, bugün aldım, ona da göstərdim. Üzərində şirkət bəlli, tarix bəlli, yəni mənə bu xoşdur, mənə bu rahatdır. Budur ki, Turan abi, sağ ol, bağlamanızı aldım, sağ ol, Allah köməyiniz olsun. Odur ki, dostlar, yəni kim əgər baxın bu qarışqa turşusundan istəsə, problem yoxdur. Turan abini tanıyanlar varsa, onunla əlaqə saxlasın. Yoxdursa, nömrəsi məndə var. Mən Turan abinin nömrəsini verim, ondan sifariş verim. Qiymət də çox da baha deyil. Yəni özü ilə qiymət barədə danışsaz daha yaxşı olar. Odur ki, dostlar, baxın, bir də ki, bu bayaq göstərmədim. İndi dostlar deyəcək ki, bu nədir? Göstərmədi. Bu belə bir plyonkadır. İsti pol, isti döşəmə deyilir buna. Bunu inkubator hazırlamaq üçün Turan abi mənim üçün göndərdi. Təşəkkür edirəm Turan abi. Sağ ol, var ol. Heç bundan məndən pul da almayıb. Bunu belə hədiyyə göndərib. Sağ ol Turan abi.